Gaz 66 ilə Şamilovka dağına doğru yola gedirik. Zəbi qardaşımla. Zəbi Coci. Coci demək olar da, böyük balada fərqi yoxdur da. Ümumiyyətlə demək balacaya da böyüyə də eyni deyim. Coci. Zəbi Coci ilə gedirik dağlara. Bu hər adama qismət olmur. Heç Zaqatalalı hər adam heç belə gəlib çəkməyibdir ora. Bir vazat getməz. Vay vay, oraları bu necə gedəcək? Bu şəkildə Şamilovkaya doğru gedirik. Çox çətin yolları var. Bu maşını halaldır ki, bu yolları gedir. Vay vay vay. Mənzərəyə bax. Çətin yolçuluq da olsa, əziz dostlar, gəlib çıxdıq hara? Şamilovka. Çənə dumana bax, dağlar ayağı altında. Varmı belə gözəllik? Bəh, bəh, bəh. Şamil yaylasında, Zaqatalada, bulutların üzərində gözəl havası. Yeni də var. Kişnişdir. Kişnişdir. Şüyüddür. Şüyüd, kişniş. Bu da kekik otu nədir? Kebab otu. Kebab otu. Kebab otu. Bu. Dərmandır. O bilirsən nəyə görə bu? Ürək. Dərmandır bu, çay dəmliyib içəndə. Bir dənə də ot dedilər orada olur. Dedilər çaya nəsə qatırsan dedi. Var, super dedi. Orada olur dedi. Burada olur. O yuxarıda olur, sonra gedərik. İnşallah. Sonra gedərik. Amallı boşluq var da, kartof çıxır. Var, iri kartof deyil. Elə bilsin bir şabalıt kimi olur buranın kartofu. Maşallah. Allah bərəkət eləsin. Sağ ol. Bunun dağ it burunu. Bu dərmandır bu. Ya nə olanda soyuqda dəyəndə dəmləyirsən. Bəh, bəh, bəh. Bu sonra indi göydür, biraz da sarı olacaqdır bu. Bunun adı nədir? Ribina. Ribina. Ribina deyirlər. Sonra olur bu qıpqırmızı. 40 ildir dedi biz buradayıq deyirsən, deyir qismət oldu deyir. Biz heç burada getməmişik deyir o Şamilovkaya. Burada ben təndir. Burada çörək yapırıq. Çörək qutaranda burada rəhmətli yoldaşım günündə çörək yapardı burada. Allah rəhmət eləsin. Rəhmətə getdi yazıq. Bu Normalda Zaqatalların əksəriyyəti heç bu yerləri görməyib, gəlib görməyib. Bu elə bir yerdir ki, Allah bizə nəsib elədi Cəbi qaqamın sayəsində. Cəbi Cocimin sayəsində.